Hər kəsə salam dostlar. Bu günlər sizə ODK-ya hazırlıq məqsədi ilə bir neçə sualların izahına baxacağıq. Gəlin keçək suallara. Demək, birinci sualdan başlayıram. Birinci sualda bizdən nə istəyir? Düzəltmə isimləri. Əla. Burada word sözü sadədir. B variantı getdi. Heç sözü sadədir. C variantı getdi. Wave, float, crown hamısı sadədir getdi. Hotel, food hamısı sadədir getdi. Baxırıq, burada hood şəkilçisi var. Burada main şəkilçisi var. Act sözün kökü or. Həmçinin də şəkilçi cavab olacaq A. My neighbors are selfish. Mənim qonşularım xudbindir, paxıldır. Onlar düşünürlər yalnız özlərini. Themselves. Çünki burada mübtəda they'dir. İndi bu tip suallara uyğun gəlin bir izah verək. Bu tip suallarda nələrə fikir vermək lazımdır kimi. İndi burada rahat idi ki, Z var idi, ona uyğun themselves'i qoya bilirdik. Gəlin biz öyrənək ki, hansı hallarda nələrə fikir vermək lazımdır. Bu qayda şəvəzliklərində bir neçə qayda var. Birinci qayda odur ki, əmr cümlələrində məsələn deyirəm listen. Mübtəda yoxdur, nə qoyum? Burada iki variant olacaq. Ya yourself ya da yourselves. Burada zaten dimdə nə düşəcək? Ya ada düşəcək, ya da ya yourselves düşəcək, ya yourself düşəcək. Digər bir halda isə, ikinci hal xitablar olan haldır. Deməli deyirəm ki, burada yazaq elə, children. Children, please sit down. Deməli ki, olar, burada əgər children A variantı yazıb yourself, B variantı yazıb yourselves, C variantı yazıb themselves. Burada indi bir məsələ var. Şuralar xitab olduğuna görə children burada mübtəda deyil. Ona görə C variantını çıxarıq. Yourself and yourselves arasında qaldığımız üçün xitab əgər cəmdədirsə yourselves olacaq burada. Kitab yox, kamil olsaydı təkdədir axı. Bu zaman da yourself olacaqdı. Yəni bu tip suallarda bunlar gələ bilər. 3-ə baxaq. 3-də də deyir I heard, bu hansıdır? İkinci qrup feildir. İkinci qrup feildən sonra ya heç nə gəlmir, ya da sözün sonuna ing gələcək. Və. İndi bax, bu variantda olan sözlər nədir? Mürəkkəb tamamlıqdır. Bunlar mürəkkəb tamamlıq olduğuna görə mürəkkəb tamamlıqda olan sözlər şəxsə və kəmiyyətə görə dəyişmir. Yəni, məsələn deyirəm, burada hurt var, love sözü da. Bunun şəxsə görə dəyişmək nədir ki? He-dən, she-dən sonra olacaq loves. Yəni, sonunda s gəlməz. Və yaxud da keçmiş zamanda olmaz. Burada görsənmi, davam edici zamanda olmaz. Davam edici zamanda olmaz. Gəlməz. Və bilirik ki, to gəlmir. İkinci qrup feillərdən sonra ada getdi, cavab olacaq D variantı. Bu da belə. Bu suallarda nə gələ bilər? Bu sualda, indi bura ZGS yazıb. Deyək ki, ZGS yazmayıb, buralara da nöqtələr qoyub. Hər zaman gəlməlidir nə? Obyekt al. Əgər, yəni he falan olmaz. O gəlməlidir him, me, you,
biraz qarışıq yazdım. Her, eat, as, them. Yəni testlərdə bu da sizin qabağınızda bu bir modeldir. İndi başqa modellər də var. Yəni bu artıq bir frazadır. In the middle. Rahatdır. Hə, 5-ə baxaq. 5-də. 5-də ilk öncə variantlarda səhvləri tapmaq lazımdır. Outdan sonra to yoxdur. A getdi. Arrayable'dan sonra to yoxdur. D getdi. Will'dan sonra nə B yoxdur, nə də to yoxdur. Y getdi. It isn't my fault. Mənim səhvim deyil. Deyir ki, o mənə olmamalıdır, əsəbi olmamalıdır. Deyir, mənim günahım deyil. Yəni, sən mənə qəzəblənməməlisən. Əgər don't need niyə olmaz şuralar? Çünki burada modal feil istəyir. Əgər need həm bilirik ki, həm əsas olur, həm də olur modal. Qardaş, bax, modal feil olanda bunun sual inkarı needin özündən düzəlir. Məsələn, deyirəm, I need much money. Olacaq, I needn't. Amma əsas feil olanda, hə, don't-dan falan olur. Don't və yaxud da doesn't. Görürsən, bu da əsas feildir. Bizdə modal feil istədiyinə görə tərcüməyə baxıb, hər ikisini arasına qalmayın, qaydanı bilin. Hə, in his childhood. Bu nədir? Onun uşaqlığında. Nə idi? Keçmiş sadə zamanındır. Bu suallarda nə çaşdıra bilər sizi? Onu indi izah edəcəm cavabı tapandan sonra. Hə, bir var read. To read was reading zaten olmaz. Çünki burada keçmiş sadənin qabağında məsdər işlənməz. Bu keçmiş davam edicidir, bu da keçmiş davam edicidir. Read də indiki zamanı. Çünki indiki sadə zamanda üçüncü şəxsin təkindən sonra feilin sonuna s gələcək. Ona görə adı getdi, cavab olacaq C. Son dövrlərdə uşaqların biraz çaşdıran suallar tipi nədir? Baxaq. Ibrahim his childhood yazıb. Burada bir problem yoxdur. Çox uşaq qatışdırır yesterday. At that time yesterday. By the time yesterday. Bunlar çaşdırılan bir məsələlərdir. Uşaqlar, əgər yesterday sözü sadə gəlsə, bu keçmiş sadə zaman. Əgər at that time gəlsə, bu olacaq davam edici, keçmiş davam edici zaman. Bayı görəndə isə qoyacaqsan bitmiş zaman. Keçmişlərdən söhbət gedir da. Yəni, bu da ağlınızda bulunsun. Before got my wife everything. Burada biz bilirik ki, before'dan sonra gələcək bitmiş zaman və keçmiş bitmiş zaman. Yəni, bu artıq yəni, normal bir məsələdir. Eyni sual modal feillərdən yenə gəldi. Modal feil meytü gəlməz, mastü gəlməz, kəntu gəlməz. Yudan sonra, aha, burada hər ikisinə baxmalı. Yudan sonra həstü gəlməz, axı yu uzlaşır have-ilə. He puts to the letter, deyir, o götürdü məktubu
hardan, necə, nə bilim, nə tərzdə. Yəni, əsas tərcüməyə baxmaq lazımdır və burada int olacaq. Çünki in yer bildirir. Amma proses vurğulananda into işlənir. Cavab olacaq D. Ona baxaq. Deyir, çevirək passivə. Olacaq her chickens. Birinci chickens are fed. Were olmaz, is olmaz. Were olmaz, had olmaz. Cavab olacaq C. Bu rahatdır. What kind of zaten belə bir xüsusi sual sözümüz olduğuna görə C variantı götürmək rahat bir məsələdir. Burada uşaqların çoxunun çaşdığı bir məsələ var. Mən ona daha çox dəymək istəyirəm. Nədir o məsələ? Deməli, dostlar, bilirik ki, sual cümlələri iki yolla düzəlir. Birinci xüsusi sual sözü üstə gəlir köməkçi feil, üstə gəlir mübtəda, üstə gəlir əsas feil, üstə gəlir ikinci dərəcəli üzvlər. Bir də gəlir xüsusi sual sözü, üstə gəlir əsas feil. Çox adam okey, bunu bilir. Məsələn, burada bir neçə qayda var ki, məsələn deyirəm, köməkçi feillə əsas feil yanaşı gəlməz. Ortaq bir qayda var. Yəni, bu hissədə olan bir qayda olacaq ki, birbaşa mübtəda gəlməz falan filan. Məsələ nədir? Burada suallar gələ bilər və yaxud iki dənə şey verər ki, ortaq qoy. Baxın, bu ikinci düsturda olan bu düstur var ha. Sadəcə istifadə olunacaq bu və vot. Yəni, yalnız budan və votdan sonra əsas feil gələ bilər. İndi biraz dərinliyə keçək, görərik ki, why-dan da sonra sənin etiraz bildirəndə gəlir, amma çox düşmür bu məsələ. Bu da belə aşı olar, yəni düşə biləcək bir məsələdir. Çox adam deyir ki, hoca, müəllim, bu onsuz da düşmür. Neyinirik? Amma yəni, hələ bu il üçün bəncə biraz gözləmək lazımdır. Advice E artiklından işlənmiş. Əgər nice dear deyirsə, bura E artiklı yoxsa, deməli burada it is olmaz, they are olmalı idi. A brave soul idi, E artiklı yoxdur. People cəmdədir, cavab olacaq D variantı. Ya, mən demək olar ki, sınaqlarımın bəzilərinə salıram. Deyir, we got wet. We had forgotten umbrella. Biz islandıq, çünki çətiri unutmuşduq. Çünki də nədir burada? D variantı. Deyir, some furniture our house. Deməli, mübtəda xəbər uzlaşmasında of varsa, ofdan əvvələ baxacağıq. Əvvəl furniture sözdür, təkdir, was, is, will be həm təkdir, həm cəm. Cavab olub 1, 3 və 5. Aha. Çox adamın can you tell me? Deyir, mənə deyə bilərsənmi? Burada arkadaşlar, Türkbura artıq sualı yaradıb. Bizə birbaşa mübtəda, yəni xüsusi bağlayıcı
bu şey düzəlməlidir. Mübtəda və xəbər. Birbaşa xəbər gəlib, birbaşa xəbər gəlib, birbaşa xəbər gəlib, birbaşa xəbər gəlib. C. Bu sualda nəyə fikir vermək lazımdır? İki şeyə. Bir, cümlə görürəm ki, inkardadır. Haven't forgiven. Bir də bilməliyəm ki, şey nədir? Bilirik ki, have-dən sonra əgər P2 gələrsə, olacaq have has. Əgər have-dən sonra to gələrsə və yaxud da özündən sonra isim gələrsə, burada zaman olacaq to does. Necə? So inkarlarda işlənməz, do işlənməz, cavab olacaq D. So çünki işlənmir. Yəni, burada çox adam C ilə D arasında qalır. Ona görə düzgün şeyi tapmaq lazımdır. Expect üçüncü qrup feil olduğuna görə to be ilə işlənəcək. Deməli, all country içdən sonra və everydən sonra tək gələr ki, 3 C variantıdır. Adjektiv sualı heç görmədik. Elə birincidir. Birinci dəfə işləyirik. Adjektiv zən olduğuna görə hə, more beautiful cavabını verəcək. Adjektivdə şualarını səhv elədik deyə bura bir F variantı yazaq. Yazıram bura a more adjective, a more beautiful və bura yazıram ki, bizəndən əvvəl evcə white, bura car yazıram da, burada black car və car deyirəm. Çox adam bu ismə fikir vermir, yenə B variantı götürür. Amma burada isim varsa, artiklını mütləq şəkildə qoymalısın. Yəni, buna fikir verək. Aha, bayaqki dediyimiz məsələ artıq öz həllini tapdı. İkinci düstur falan. Deməli, dedik, köməkçi feilin əsas feili yanaş gəlməz olmaz. Haydi. Əlimdə feil. Dedik, köməkçi feilin əsas feil gəlməz olmaz. Was that report written? That. Birbaşa that gəlməz olmaz. Write that report. Was that report written? Burada by falan da olduğuna görə burada bir şeylik yaranacaq. Məhculluq ona görə budur. Hə, can be changed. Deməli, can be changed. Zira ümumiyyətlə səhvdir. Özündən sonra şey də gəlməz. Adın siz deyin. Sözünü cavab olacaq 2 və 3. Article sualı heç görməmişdik. Series document. Bax, burada birinci dəfə danışırdı E artiklı. Həmən dokumentdən danışdığına görə Z artiklı. E, C variant. A new job. This week. This week varsa nə qoyacaq uşaqlar? Bitmiş zaman. İndiki bitmiş. Şi ilə də həzrudlaşır. Yenə, modal feil sualları nəsə çoxdur. Kəndən sonra to gəlməlidir. Outdan sonra to gəlməlidir. Şənddən sonra B yoxdur. Should'undan sonra to gəlməz. Cavab olacaq C. Mənim şərt çox işləmir, açıq indi burada verilib də model kimi. Aha. My boss life, Kate's camera. Yəni, burada woman's secret səhvdir. B olmalıydı. Kate's camera, people problem. Burada boss olmalıydı. My boss. They was lined. Burada was deyər. O rahatdır. Buna aid izah elədik. Bu da rahat sualdır. Yəni 29'a baxaq. Some people think that life is better cities. Physics aren't olmaz 3 səhvdir. Campbell'san da is olmaz 4 səhvdir.
1-2 cavabımız olacaq. Uşaqlar izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın. İnşallah imtahanda da yüksək nəticə yığarsınız.